Başqa bir ayəyə baxaq. Yəni deyir, səmimi və gözəl niyyət. Hər zaman gözəl düşün, gözəl niyyətli ol, yaxşı olacaq, Rəbbim dualarımı qəbul edəcək, sıxıntılarımı aradan qaldıracaq, mənə şəfa verəcək. Baxın, nə deyir? Əgər Allah qəlblərinizə bir xeyir olduğunu bilsə, yəni qəlbindən daim xeyir keçir, sizə, baxın, aldığınızdan daha xeyirlisini verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhimlidir. Ənfal surəsi 70-ci ayə. Ona görə deyir ki, gözəl bir söz var. Həqiqi dəyişiklik insanın daxilindən başlayır. Yəni, qəlbin hər zaman təmiz olsun, pak olsun, kin, həsəd, başqalarına qarşı, onlarda olan nemətə görə paxıllıq olmasın. Qəlbin dərində olan niyyətlərdən, səmmiyyətdən və ixlasdan həqiqətən də Allah təala sənə elə bir qapılar açar ki, Allah insanların söz və əməllərindən əvvəl qəlblərinə baxar. O, bəndəsinə qəlbindəki xeyir və səmimi niyyətə görə nemətlər və lütflər bəxş edər. İnsan var deyir ki, qəlbimdə gözəl bir şey düşünmüşdüm, istəməmişdim, Allah mənə verdi. Baxın, niyə görə? Çünki Allah insanın qəlbinə baxar. Allah insanın zahirinə baxmaz. Zahiri önəmli deyil. Qəlb önəmlidir Allah üçün. Qəlbində xeyir düşünürsən, xeyir istəyirsən, insanlara qarşı hər zaman xeyir istəyirsən, demirsən məndə olan başqasında olmasın. Deyirsən ki, məndə olan başqalarında olsun. Başqasında olanı onun əlindən çıxmasını istəmirsən. Deyirsən daha artıq olsun. Niyə? Allahın verdiyi ruzilərdir. O zaman Allah təala sizin qəlbinizə bu xeyri, bu gözəlliyi, bu gözəl niyyəti biləndə, görəndə daha xeyir qapısını açır. Və misal üçün deyirsən ki, qəlbindən keçir, yaxşı işlər görəcəm. Mənim də imkanım olsaydı filan yaxşı işləri görərdim. Amma imkanın yoxdur. O qəlbindəki o xeyrə görə belə Allah təala sənə nədir? Xeyir qapılarını açar.